Bir xəbər medianın qaynar xəttinə müraciət edən Rəsulova Arzu adlı vətəndaş həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. Vətəndaşın sözlərinə görə Elçin Ağayev adlı diş həkiminə dişlərini müalicə etdirib düzəltdirsə də, sonradan nəticə heç də ürək açan olmayıb. Ətraflı sujetimizi izləyək. Bu arada səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Salam, sizdən xahişim budur ki, bu məsələni işıqlandırasınız. Mən Rəsulova Arzu, 2 il bundan öncə Elçin Ağayev adlı diş həkimi vardı. Onun dişlərimi müalicə etdirdim. Dişləri müalicə edərkən düzgün müalicə etməmişdi və mən müalicə bitdikdən sonra Yaltaya döndüm. Bu müddət ərzində dişlərimin dibində infeksiyon yaralar, damaq xəstəlikləri və bir sıra problemlər yarandı və mən orada da həkimlərə müraciət etdim. Həkimlər dişlərin düzgün müalicə olunmadığını, damağa düzgün müalicə olunmadığını dedilər və həmin orada röntgen şəkillərini mən Elçin Ağayeyə göndərəndə telefon danışığımızda oldu ki, bəli, səhv mənim səhvimdir. Siz gəlin bura, mən sizin müalicənizi yenidən başlaya bilərəm. Və müəyyən yol xərcləri olsun, problemlər olsun, bir şəkildə mən gəldim Azərbaycana və gəldiyim gündən bəri həkimə gəldim. Elçin həkim dişlərimə baxdı, dişlərin sökülməsinə ehtiyac olmadığını, sadəcə üzərindən müəyyən mazlar, kremlər sürtərək dişi müalicə etməyə çalışdı və 4 gün, bu sadəcə 4 gün çəkdi. Ondan sonra, halbuki mən ona bildirmişdim, yəni ki, övladlarımı mən orada qoyub gəlirəm, işlərim var, mənim qısa bir 10 günlük vaxtım var və mən gəliş-gediş bileti almışam. Buna rağmen Elçin həkim məhəl qoymadan 4 gündən sonra nə telefonlara cavab verdi, nə yazışmalara cavab verdi. Bunu yoxlamaq üçün mən digər telefondan, nömrələrdən həkimə yazıram, həkim həmin adamlara görüş təyin edir, diş qəbuluna çağırır. Ancaq mənə hər yazışmada rayondayam, xəstəyəm, üzürlü sayın telefonu aça bilmirəm, cavab verə bilmirəm kimi geri dönüşlər edirdi. Və bir dəfə başqa adla mən yazdım və həkimi getdim iş yerində orada görüşdük. Hal-hazırda o Nəsimi rayonunda Proud Smile Dent adlı klinikada çalışırdı və biz ona şikayətimizi bildirdik ki, bəs bu şəkildə olmaz və bizim gediş biletimiz də batmaq üzrədir. Bizə dəyən zərəri qarşıla, biz dişimizi başqa bir həkimlə müalicə elətdirək, bitirək. Həkim bizə axşam sizə geri dönüş edəcəm dedi və o yox oldu. Yəni demək olar ki, nə telefonlara cavab verir. Biz baş həkimə də müraciət etdik. Baş həkim də onu araşdırma apardı. Bildiyimiz qədərilə o sertifikatla çalışırmış, diplomu da yox imiş və həmin adam yox oldu. Biz polisə də müraciət etdik bu barədə. Ancaq hələ ki bir nəticə görülmür. Bir nəticə yoxdur. Sizdən xahişim budur ki, mənə dəyən maddi və mənəvi zərərin qarşılanmasını təmin edəsiniz. Bu adamın fəaliyyətinə son qoyulsun. Çünki mənimlə bərabər bir neçə şəxs də həmin adamdan şikayətçi olub. Ancaq hər dəfə o çalışdığı yeri dəyişməklə, başqa ünvanları keçməklə insanların taleyi ilə oynayır. Yəni sağlamlıq ciddi bir məsələdir. Sizdən də xahişim bunu işıqlandırıb, həmin insan haqqında bir tədbir görülməsini, fəaliyyətinin dayandırılmasını istəyirəm.